Hoş gördük mənim əzizlərim. Bugün sizlərə Ulu Borsalımızın şairə qızı Həqiqət xanım Qaralıyeva yaradıcılığından gözəl bir şeir paylaşıram mənim əzizlərim. Həqiqət xanım yazır ki, üz üzə, göz gözə dayanaq duraq. Hicranın, həsrətin boynunu vuraq. Şeirdən, sənətdən bir məclis quraq. Arzumdur qoynuna salım güzarım. Olaq saza, sözə, qonaq muğallım. Sıx meşələr hörülməmiş saçındır. Debet xırəm bir cüt gözün qaşındır. Tarix yazan oymağındır, daşındır. Qolumu boynuna salım, sarılım. Olaq saza, sözə, qonaq muğallım. Hər pıçıltın, hər sözün üçün darıxdım. Hər cığırın, hər yolun üçün darıxdım. Hər çınqılın, hər çolun üçün darıxdım. Həqiqətəm, qoy başına dolanım. Olaq saza, sözə, qonaq muğallım. Olaq saza, sözə, qonaq muğallım. Eşq olsun muğallimlə, eşq olsun Həqiqət xanım Qaralıyeva. Sağ olun dostlar.